danışıram. Deməli, Siz də danışın. əvvəla bunu deyək, utanc və günahkarlıq necə hisslərdir, məsələn? Oxşar hisslərdir. Burada iki konflikt var. Bir, dağıdıcı Bənzər olsa da amma fərqləri var. var. Utanc və günahı. Dağıdıcı, Allah daha xəfifdir sanmalı. Bax, özünün günahlarından daha ağırdır. günah daha ağırdır. Hə, özünü iyi keçirmək. Utancdan daha pis ispan utancı. O necə bir şeydir? O başqasının yerini utanmaq. Başqasının yerinə. Hansı ki, o Hər biri yaşayan Qəşəng mövzudur bu. Bununla bana belə internet termini ilə cringe deyirlər. Başqası yerinə utanmaq. Əslində hər gün onu yeyirik. Aha. O sosial şəbəkələrə bax. Prosta adını bilmirik. İspan utancı deyirlər ona. O, bizdə də el arasında yerini utanım deyirlər. Əslində müzakirə İspan utancı. Onu yazın. İspan utancı. Deməli, dağıdıcı yoxsa vicdani bir hissdir. Övünməndə Günahkarlıq və utanc. Günahkarlıq o baxır, nə deyim, səbəbin nəticəsinə. Nə qədər müddətə? Burada bir vaxt limiti var. Belə deyim, əgər bu nəticə düzəldilə bilər bir şeydirsə, yıkımdırsa, bərpa oluna bilərsə, o tezliklə həll oluna bilər. Yəni o hissdən qurtulmaq olar, amma yox. Artıq necə deyim, telafisi olmayan demiş bir şeydirsə, məncə ömür boyu gedir adam. Bir üç nöqtə kimi davam edir sanki. Misal üçün, ata-ana vəfat edir, uşaqlar, kiçik uşaqlar var, qalır böyük bacının yedəyində, sərhədi keçirlər Cənubi Azərbaycandan Şimali Azərbaycana doğru və bu bir ailəlik sürgündə, bir nəsillik sürgündə uşaqlardan biri, ən körpə olanı, Süləmər olanı ölür. Bu baş verəndə böyük bacının 13 yaşı var və 73 yaşında da eyni şey davam edir. Mən onu xilas edə bilmədim. Fikri davam edir. Dini baxımdan vicdani bir şeydir baxdığımız zaman. Günahkarlıq, utanc yox amma günahkarlıq ən azından. İsa çarmığa çəkildi deyə özünü cəhənnəmə məhkum edən xristiyan təriqətləri var. Misal üçün, Rasputinin təriqəti belə bir inam içərisində idi. Həzzə doğru yönəlib, maksimum günah toplayıb, toplanılan günah nəticəsində sonda cəhənnəmə düşmək. Niyə? Biz onu qoruya bilmədik deyə. Və yaxud İslamda yenə baş yarma var, qan çıxarma var, yenə Hüseyni qoruya bilmədik deyə. Burada toplumsal, əqidə baxımından bir psixotik vəziyyət var. Mən şizofreniyalı pasiyentlərimlə çalışarkən adətən belə bir şey deyirdilər. Mən bilirdim ki, şkafın üstündəki ayı oyuncağı yerə düşəcək və biraz sonra düşdü. Assimilyasiyaya bənzər bir vəziyyətdir. Assimilyasiya vəziyyəti necə bir şeydir? Sanki ən bəsit izahıyla minaya düşmüş adama, minaya düşdükdən sonra siz təlim keçirsiniz, minalı ərazilərə girməməklə bağlı. Hadi getdin, düşdün və partlamamısan bir yerə qədər. Görürsən ki, mina tarlasının ortasındasan, orada hərəkətlə bağlı. Sən bunu sonradan öyrənirsən, amma zənn edirsən ki, bunu minaya düşməmişdən qabaq da bilirdin. O partlama səsindən qabaq da bilirdin, o amputasiyadan qabaq da bilirdin. Və başlayır nə? Özünə qarşı kritisizm,
özünü sabotaj etmək və daha geniş mənada bu özünü qüsurlu bilməyin artıq bir kompensasiyasıdır. Səhv etdim, amma hər şey əslində bir yarımçıq insan kimi hiss etmə məsələsi ilə bağlıdır əsasında. Dinlərdə çilə otaqları yenə mövcuddur. Ələvilikdə xüsusilə özünü çilə otaqlarına qapamaq, duzla qidalanmaq, qaranlıqda qalmaq, gün üzünü özünə həsrət buraxmaq kimisindən. Bunu həzzi tərbiyə etmək deyə deyirlər. Yanaşı psixoloji pseudo-psixoloji müdaxilələrdə nə var? Məsələn, it yuvasında qalmaq kimisindən şeylər. Egonu öldürərsəm, əgər qürur etməyi, kafaya takmağı, dünya nemətləri ilə beynimi yormağı gözdən çıxardaram kimisindən. Yəni, əgər qüruru itirərəmsə, egonu itirərəmsə, demək ki, bir çox mənada əzabı itirərəm kimisindən bir yanaşmadır. Dağıdıcılıq və vicdan arasında qalmaq dedikdə, xüsusilə günah hissi ilə bağlı, vicdan tərəfini dinlər, mədəniyyət, ailəvi dəyərlər, əqidə kimisindən məsələlər tərif edilir. Dağıdıcı tərəfi bundan ibarətdir ki, bayaq misalını çəkdiyimiz yaşlı qadında olduğu kimi, illərlə həyatın bir yerində 3 nöqtə kimi davam edir günah hissi. Əslində, məsumca bir hissdimi günah? Yox, deyil. Deyil və narsistik çöküş nəticəsində yaranır. Narsistik struktur Instagram trendində olduğu kimi əslində bir özünə məftunluq, özünə aşiqlik məsələsi deyil. Əslində, digər insanlardan biraz daha çox ac olmaq, biraz daha çox aclığı hiss etmək, biraz daha çox aclıqdan ölmək qorxusuyla əlaqədardır. Yəni, ətrafda səni güzgüləyəcək şeylər qalmadıqda özünün paylaşdığın bir şəklin altına nə qədər də yaraşıqlı düşmüsən kimisindən bir rəy yazmaq kimidir. Aynalayacaq, səni güzgüləyəcək, tərif edəcək, təqdir edəcək, dəstəkləyəcək heç kim qalmadığı halda. Və eyni zamanda həzz obyektini doyum obyektinə çevirmək kimisindəndir. Bu bəzən kənar dünyaya açıla bilmədikdə əlimizdə olanların üzərinə yüklənməklə bağlıdır. Yəni, necə bir şeydir? Mən yeni addımlar atmaqla bağlı qorxuram, yeni insanlar, yeni dostlar, yeni münasibətlər qurmaqla bağlı qorxuram. Əlimdə olan insanları məni daha çox təqdir edən, mənə daha çox sitayiş edən, məni daha çox tərif edən bir hala gətirməyə çalışıram. Nə ilə? Təzyiq yolu ilə. Daha yaxşı ola bilərsən, daha mükəmməl ola bilərsən, daha dəstəkləyici ola bilərsən, daha gözəl görünə bilərsən, daha çox çəki itirə bilərsən, daha fit ola bilərsən kimisindən və daha çox yaxşılaşdırmağa çalışmaq. Amma bu məsumca və qarşı tərəfin özü üçün edilən bir şey deyil. Sağlamlığının qeydinə qal, gözəlliyinin qeydinə qal, gəncliyinin qeydinə qal, təsirinin qeydinə qal. Bu nə ilə bağlıdır? Cavid bəyin bayaq dediyi, başqasının yerinə utanmaqla bağlıdır. Yəni, özümlə bağlı, özümə verdiyim adekvat və ya qeyri-adekvat çox yüksək bir dəyər var və nəhayətində bunu deyirəm. Mən daha yaxşısına layiqəm. Daha yaxşıları üçün hücuma keçəcək kapasitem, gücüm, enerjim və cəsarətim daha geniş mənada yoxdur. Çünki orada bir müəmma var. Bu müəmma iki istiqaməti gətirir. Zəfərin təntənəsini, qələbənin təntənəsini, uğurun sərxoşluğunu, amma digər tərəfdə mənim ən azı 6-18 aydan gələn bir qorxum var. Məğlubiyyəti və qırıq-qırıq olmağı. Bu hardan gəlir? Anal fiksasiya dediyimiz dövrdən gəlir. Anal fiksasiya iki cür olur. Bir, sıxıb saxlamaq. İki, çox ələ açıqlıq formasında olur. Sıxıb saxlamaq. Qidaya qənaət etmək, böyük mum meşoxları almaq, bunun kimi bir şeydir. Yəni, özünə ac qalacağın, möhtac qalacağın dövrlərə heç ehtiyacın olmadığı şeyləri yığaraq saxlayırsan. Daimi olaraq daha çox işləməyə çalışırsan.
insanın sərhədlərini zorlamaq üzərindən daha çox şey öyrənməyə çalışırsan. İkincisi, çox danışmaq, çox paylaşmaq, çox əl açıq olmaq, çox dinləmək, çoxla bağlı ağlınıza gələcək hər şey. Bu uşağın ayaq yoluna gedərkən, belə deyək ki, bu ayaq yoluna getmə prosesinin, bu tualeti istifadə etmə prosesinin utandırılması və ya təqdir olunması kimisindən yenə iki ucla bağlıdır. Uşaq təqdir olunub, təriflənib, yəni peynində qızıl axtarılıbsa, bu uşaq daha çox, belə deyək ki, özünü buraxma meyli içərisində olacaq. Sonraki həyatında buna qarşı cəzalandırılıbsa, bu iki ucda gedəcək. İlk başda danışmayacaq sizlə. Danışmayacaq, əzabından danışacaq və yaxud. Sonrasında nə danışacaq, nə qədər möhtəşəm insan olduğundan danışacaq. Bax, mən bunu yaşamışam, bunlar başıma gəlir, bu mübarizələrdən çıxmışam, bu müharibələrdən çıxmışam, yarasız, xorasız və gördüyüm bu möhtəşəm insan olaraq çıxmışam. Bütün bu şeylərin içindən deyəcək. Narsistik təşkilatlanmanın qırılğan dediyimiz növədir. Bir digər tərəfində isə tutub saxlayan bir model var. Bu uşaq ayaq yolu tələbatını tutub saxlamaqdan tutmuş, həyatındakı insanları, evdəki qidaları, hər şeyi tutub saxlayacaq. Bu insan əgər narsistik təşkilatlanmaya çevrilərsə gələcəkdə böyük ehtimalla yaşlılığa doğru artıq evdə sözünün daha az keçdiyi vaxtlarda qida oğurlamağa başlayacaq. Və başqasının yerinə utanmaq məsələsi burada harada dayanır? Mən buna mı layiqəm kimisindən dayanır? Müəmmaya doğru yelkən açanmır. Çünki orada qorxduğu bir şey var. Məğlubiyyətə uğramaq, cəza görmək və ən nəhayətində qadın və ya kişi, bu simvolik bir mənadadır. Axtalanma qorxusu. Qadının qadın kimi qala bilməmə qorxusu, arzu olunmama qorxusu, bir uşağa sahib olmama qorxusu, kişinin də bir qadını əldə edə bilməmə, fəth edə bilməmə, ov edə bilməmə qorxusu kimisindən. Dolayısıyla bu misilləmədən, bu qorxudan qaçmaq adına əlində olanları daha funksional, daha gözəl, daha cəzbedici hala gətirmək məsələsi mümkündür. Kokot fantaziyasında bununla bir əlaqəsi var. Şəxs sahib olduğu qadını, arzulanan qadın olması adına başqa partnyorların onunla sevişmə səhnəsini izləyir. Mənim əlimdə olanın dəyərli olduğunu bilmək adına. Bu da başqası yerinə utanmağın və yaxud əks üçün həyatımda olan vacib digərinin dəyərli olduğunu özümə sübut etməyin başqa formasıdır. Utanc və günahkarlıq fərqləri əsas etibarilə bundan ibarətdir. Günahkarlıq bir səhnə ilə bağlıdır adətən. Mən burada yanlış etdim demək kimisindən. Utanc isə mən özüm utanc duyulacaq birisiyəm. Bütöv şəxsiyyətimi bölünmüş bir şeydir. Həyatımın mərkəzi kəlməsidir. Mənim məqaləmin açar sözüdür. Yəni o keywordslar ki olur, açar sözlər. Mənim həyatımın açar sözü utancdır. Kimisindən düşünə bilərsiniz. Bəs niyə var dediyiniz zaman doğumdan sonraki həzz axtarışında mədəniyyət və senzuraya ilişmə səbəbindən olur. İlk başlarda dünyaya gələn şəxs ayaq yolu tələbatı üzərindən, yemə üzərindən, ana sinəsi ilə təmas üzərindən, güvənlik üzərindən, bu boğazın altı, bir də yanaqlarına uşağın toxunulması üzərindən, daha çox təmas üzərindən həzzi hiss edir. Amma işin digər ucunda anaya çatmağa mane olan bir figur var. Bu ilk başlarda adətən ata olur. Sonra digər bacı qardaşlar ola bilər. Və dolayısıyla bacı qardaşları öldürmək, ananın bətninə daxil olmaq və oranın tək sahibi olmaq uşağın birincili aqressiv fantaziyalarındandır. Xüsusilə balaca bacı qardaşları olan uşaqların. Amma işin digər ucunda bətindəki
Rusheyev tərəfindən öldürülmə qorxusu da var. Aha, deməli, burada da başqa bir ziddiyyət ortaya çıxır. Zəfər qazanmaq fantaziyası, aqressivlik üzərindən. 2. Öldürülmə qorxusu. Bu ilkin, primitiv öldürülmə qorxusu eyni zamanda mədəniyyətin də yaradıcısıdır. Sensura daha ziyadə nəyin olar, nəyin olmazlığı ilə bağlı mədəniyyətin empoze etdiyi şeyləri qadağa edən, mədəniyyətin empoze etdiyi şeylərin əksini qadağa edən bir sistemdir. Yəni, ananın bətninə daxil olma, o Rusheyevi öldürmə. Ata ilə ana bir yerdəykən ağlayıb ananı öz yanına çağırmağa çalışma. Ki, çağırırsansa, əslində, bu ilkin günahkarlıqdır. Niyə? İlk bağ qurduğum, ilk həzz aldığım, ilk dəstəyindən zövq aldığım fiquru günah üzərindən dəstəyini alırsan, mənfi bir emosiya üzərindən dəstəyini alırsan, daha ziyadə narahatlıq üzərindən dəstəyini almağa çalışırsan. Utanç qəbilədən qovulan ya da qəbilədə qəbul edilməyəcək davranışı etmiş şəxsin ya da etdiyi üçün artıq həyatının mərkəzi sözünə utancın təmsil etdiyi şəxsin, adının dəyişib utanc olan şəxsin həmin o qəbilənin bir, cəzasını görməsin deyə, 2, hətta biraz sonra dayı özünü öldürür, oldu keçdi deyir, dəstəyini alsın deyə, ümumiyyətlə dəstəyini almaq üçün ortaya çıxan emosiyadır. Və bunu deyir əsasında. Mən özümün qüsurluluğunu bilirəm, mən özümün xəcalət bir varlıq olduğunu bilirəm, mən özümün utanılacaq birisi olduğunu bilirəm, sən məni utandırma. Dolayısıyla utanç hissi ona görə ortaya çıxır ki, mən Rəvan müəllim tərəfindən, Cavid bəy tərəfindən, Elmədin bəy tərəfindən, sizlər tərəfindən qəbul olunub, siz məni də anlamamış, gör bu say yaraşan hərəkət idi sözünü deməmiş, mən özümə bu sözü deyim və bir yerdə siz deyirsiniz ki, anası, bu qədər də pis şey deyildi, yəni bu qədər böyüdüləcək bir şey deyil, özünü bu boyda danlama. Aha, ilk qidamı aldım sizdən və sonra artıq dəstək. Yox, sən daha yaxşısan, bir işdir oldu, işte bu kimi şeylər təsir etdi və dolayısıyla artıq mən bir müddət sonra nə oluram? Qəbul edilən, yiyilə bilən bir qidaya çevrilirəm insanların gözündə. Lakan onunla bağlı nə qeyd edir? Lakan deyirdi ki, arzu başqa insanın arzusunda olmaqdır. Yəni, onun arzusunun bir parçası olmaq. Dolayısıyla utanç və günah hissləri başqa insanın arzusunda olmaq, başqa insanın arzuladığı biri olmaq üçün insanı hərəkətə gətirən hisslərdir. Deyinə, danışa, özünü danlaya, özünü söyə. Və digər ucda nə var? Bu utancın, başqasından utanmaq məsələsində nə var? Vahmi Volkan yazır ki, biz bir mədəniyyət içərisində doğuluruq. Milli kimliyimiz yoxdur, dini kimliyimiz yoxdur. Kiprdə yaşayan Türk uşaqla Yunan uşağı ayıran tək şey öz gözlərində birinin donuzlarla oynaması, digərinin oynamamasıdır. Birinin dinində, mədəniyyətində donuz haramdır, digərində deyil. Və Türk uşaqla Yunan uşaq ilk başda bir-birini belə fərqləndirir. Bizim birimiz donuzla oynayırıq, o birimiz oynamır. Bizim fərqimiz budur. Finlandiyalı bir uşaq hamamıyla fərq edə bilər, film hamamıyla fərq edə bilər. Dolayısıyla biz əslində bir qrupa aid olmağın, bir çətirin altında yığışmağın dəyərliliyinin içərisindəyik. Eyni dili danışdığımız, eyni dini paylaşdığımız, eyni əqidəni paylaşdığımız, eyni ideologiyaya xidmət etdiyimiz, eyni dövlət ideyalarını paylaşdığımız etatist dəyərlər, dini dəyərlər, ateist dəyərlər, klub dəyərləri, əqidə dəyərləri, peşə dəyərləri, milli dəyərlər və s. hamısını buna aid edə bilərik. Niyə? Çünki insanın digər bir istəyi bir mədəniyyətə aid olmaq, ümumiyyətlə aid olmaq və bir şeyə sahib olmaq məsələsidir. Aid olduqda bir qrup toplayır qarşısında, ətrafında və qrup toplamaq nə deməkdir?
özündən balacalar üçün ovçu olan varlığın özündən böyüklər üçün ov olduğunu bilirik. Və insan digər heyvan yavruları kimi deyil. Yəni təbiətə tez qarışıb, tez ov edib, tez inkişaf etmir. Bunun diş çıxarması var, ayağa durması var. Ünsiyyət dili var, verbal ünsiyyətdə də bu dili istifadə edir. Bu artıq predmetlərin onun üçün adı var. Yəni insan üçün ayaq üstə durmaq bir, çünki ayaq üstə olmaq başqa bir nəzarət mexanizmidir. Digər heyvanlardan fərqlidir. Niyə fərqlidir? Çünki 4 ayaq üstə deyil. 2 ayaq üstə yerimək biraz təhlükəlidir. Yıxılmaya daha müsaitdir bu primat cinsi. Amma 2 ayaq üstə durmağın bir mənası var insan üçün. 2. Adəmə Tanrı ilk nə öyrətdi? Obyektləri adıyla adlandırmağı öyrətdi. Bugün biz korreksiyon psixologiyada uşaqlarla adlandırma üzərindən işləyirik. O təqlidi təkrarlamağı bacardıqdan sonra nə edirik? Adəmləri yetişdirməyə çalışırıq orada. Yəni qarşımıza gələn primatı təbiri caizsə adam halına gətirməyə çalışırıq. Nitqi, əgər danışma ilə bağlı bir potensialı varsa, ilk başda əşyaları adına görə adlandırmağı öyrədirik. Yəni, tripodsa tripod desin ki, deyil. O mücrüdürsə mücrü desin, stəkandırsa stəkan desin. Bir. Və biz eyni zamanda buradan da yola çıxaraq eyni dili paylaşdığımız adamlarla anlaşmaq istəyirik. Yəni biz artıq bir qrupa adlandırırıqsa, bir qrupa aid hiss ediriksə, həm də ona mən yazdım. Sən yazdım. Gözlər insan. Görün, çox tənqid gəldi. Qrup təzyiqinə dayana bilmədim və özümü bura aid hiss etdiyim üçün səlqəli yazılmayıb deyə biraz pis oldum. Günahkarlıq hiss etdiyim üçün onu yenidən yazdım və onu ora qoydum. Sən şəxsiyyətdir, nə oldu bura? Nə ara oldu, nədir? İzləmək lazımdır da gedişatı. Elə bildim ki, daha sərgəli yazdım. İndi məsələn bunu eşitdim və utanmış hiss etdim. Deməli, somatik reaksiyalar verdi. Amma belə baxdığımız zaman bir xətt üzrə həqiqətən səliqəsiz. Çünki orada gəldi. Ondan əvvəl İspan utandı. İspan utancı da, yəni bir növ orada utandım ki, Kənanın yerinə utandı. yox, aidlik. Axı bura aid hiss edirəm. Bura aid hiss edirəm deyə, o burada olmasın deyə, onun o cür yazılaraq orada olması sanki mənim aid olduğum yeri təmsil edir deyə və o pis formada təmsil edilməsin deyə öz zehnimdə güya daha səliqəli yazılmış, qrammatik, orfoqrafik olaraq daha səliqəli yazılmış formasını yazaraq orada qoydum. Tamam, indi bir də gələ səndən daha üst versiyanı yazıb orada nə baş verəcək? İndi mən orada individual olaraq daha pis yazdığım üçün günahkar hiss edəcəm. Amma ictimai olaraq, böyük ehtimalla ictimai olaraq burada səliqəli bir şeyin olduğuna görə də mən onu hiss etmiş ola bilərim. Amma o birisi yazanda ümumi komanda adına utanmış oldu tərcümə. O pis olarsa o pisdir. Buyurun. Digər pis. Bu qədər bir mükəmməl tələb görməsi nə qədər alınmalıdır? Əlbəttə. Hər kəsin istədiyini eləmək də düzgün. Əlbəttə. Zaten bizdə məsələ odur ki, biz adətən yəni normalardan danışmırıq. Bir inkişaf var və bu inkişafda normal olaraq təbii ki, aid olduğumuz dil, din, etnik kimlik, bunları daha yaxşı insanlar təmsil etdikdə belə bir qürur duymuş kimi hiss edirik. Bunu təmsil edən insanlar bizim doğrularımıza, dəyərlərimizə uyğun olmadıqda ya da uyğun olmadığını biz düşündükdə onun əvəzdən də utanmış hiss edirik. Çünki əslində bu onunla bağlı deyil. Bu bizimlə bağlıdır. Məsələn, qadınların belə bir plan içərisində olması. 20 yaşında olduğunu düşünün və siz ondan soruşursunuz ki,
həyatla bağlı planların nədir? Heç Və nə deyir o sizə? Qayıdıb deyir ki, yeri gəlsə evimin qulu köləsi olmaq, həyat yoldaşımın həm anası, həm onun uşaqlarının anası olmaq və s. kimisindən bir şey deyirsə, burada bir utanma hissi ortaya çıxırsa və ya bir qəzəb ortaya çıxırsa, bu sizcə ona görədir, onun davranışına, seçimlərinə, ideologiyasına görədir, yoxsa bizimlə bağlıdır? Bence bizim Bizimlə bağlı. Yəni, mənim aid olduğum gender belə ola bilməz. Mənim daşıdığım gender, mənim də eyni genderi daşıyan birisi bu cür primitiv olmamalıdır. Hə, çünki insanın içdən-içə özünü hər şeyin ən inkişaf etmişinə, ən dəyərlisinə, ən sofistik olanına, ən çox qəbul ediləninə, neçə sərhəd keçsə də dəyər veriləninə layiq görməsi halı var. Və bu layiq görmə halını bəzən bizdən asılı olmayan səbəblər də zədələyir. Nələr zədələyir? Etnosun ümumi davranışı. Nələr zədələyir? Aid olduğumuz dilin ifadələri. Nələr zədələyir? Aid olduğumuz dinin xürafələri. Nələr zədələyir? Mədəniyyətimizin dəyər verdiyi şeylər. Nələr zədələyir? Mentalitet dediyimiz xalqın alışıla gəlmiş, zamanla dəyişə bilən, amma dəyişikliyə də çox müqavimətli olan etnik stereotipləri. Dolayısıyla insan üçün bu etnik stereotiplər, mədəniyyət, dəyər üstün gəlirsə və daxilindəki istək bastırılırsa bu sayədə nevroz inkişaf edir. Nevroz daxili konfliktdə mədəniyyətin üstün gəlmə halıdır. Yəni istəyin, arzunun, fantaziyanın, maraq və meyillərin zoraki maraqlar ola bilir, cinsi maraqlar ola bilir. Bunların mədəniyyət qarşısında və senzura qarşısında uduzması halıdır. Bu şəxslərdə vicdan hissi var. Günahkar hiss edə bilirlər, utanmış hiss edə bilirlər, amma patoloji utanç vəziyyətində olur. Biz patoloji utancı harada görürük? Adətən psixoz halında görürük. Utanmış insan özünü xəcalət çəkiləcək birisi olaraq görə bilər. Amma patoloji utancdakı insan özünü Tanrının bərbad təmsilçisi olaraq görə bilər. Dinin, milli kimliyin bərbad təmsilçisi olaraq görə bilər. Ego idealı Napoleondsa, Napoleona xəyanət etmiş kimi görə bilər. Günahkarlıq yaşayan insan nevrotik vəziyyətdə situasiyalara aid günahkarlıq yaşaya bilər. Bir dostluğu məhv etdim, bir münasibəti məhv etdim, bir ünsiyyəti məhv etdim kimisindən cümlələr qura bilər. Amma psixoz vəziyyətindəki, yəni şizofreniya spektrumunu yaradan təşkilatlanması olan şəxs mən dünyanı məhv etdim deyə bilər. Mən coğrafiyanı məhv etdim deyə bilər. Mən təbiəti məhv etdim deyə bilər. Təkamül. geniş spektrum. Hər tərəfə əhatə edir. Çünki həyatın mərkəzindəki şey əgər qorxudursa və tək dərd həyatda qalmayla bağlıdırsa və hər şey sanki nəzarət tələbatı ilə bağlıdırsa, şəxs nə deyir? Deyir ki, divarın içindən adamlar keçir. Sən onun özünü dünyanın mərkəzinə vurursan. ego. Ego yoxdur. Ego yoxdur. 6 aylıq bir şeydir. Yox, ego 6 aylıq bir şey. Adam düşünür ki, dünyanın mərkəzi. Düşünmür. Hadi. Düşünmür, o onu görür. Görür dünyanın mərkəzi amma Görür, televizorda CIA o haqda danışır. O onu eşidir, o onu görür. Ekologiyanın barəsində ola bilər birisi. O qədər geniş. Məsələn, hər hansı bir, çünki çox vaxt elə insanlar olurlar. Yengelərlə danışırız. Ne olsun da ya, bu adam özünü ona çevirirlər. O zaten çevriləcəkdir. Çevriləcəkdir. O 0-6 ayda bir şuur, bir fantazi o cür yetişir. Yəni bu uşaq o prosesdə nə yaşanıbsa, ana sinəsinin gec gəlməsindən tutmuş uzun müddət ağlamağa qədər, emosional olaraq, bədənsel olaraq nə yaşayıbsa, bu zaten bu şəxs buna çevriləcək, bəllidir.
Ona qədər sual verim. Buna veganları demək olar. Çünki özlərini həmişə heyvanlara qarşı çox həssas kimi, həssas insanlar kimi təriqlər, necə deyim, sunurlar. Ki, bunların südü bilə içmək olmaz. Çünki veganlar daha belə. Yəni, bilmirəm, sual verim, yəni bilmirəm. O çəkməyə daxildir, daxil deyil. Çünki heyvanları bilə, dünya bilə. Biz əti yeyiriksə, biz pis insanıq, onlar yaxşı insanlar. Patoloji günah hissi var. Başqası Bəli. yerinə utanmaq. Bəli, ona görə deyirəm. Grandioz bir iddiadır. Daxil. Grandioz bir iddiadır. Məsələn, bunun kimi bir şeydir. İndi deyirik ki, mən bir şey ChatGPT-yə bir şey yazıram, 162 kiloluk litr su xərcləndir. Ümumiyyətlə, Yəni mənim 6 dollarlıq ChatGPT-im də dünya ayaqda qalacaqsa, qalmasın zaten. Damıza yaxşıdır. Ona kimi bir şey. bu ümumiyyətlə heyvan əti yemək etik çərçivədən kənar. Niyə bu yox, yeyirik, hamımız yeyirik. Sadəcə etik prizmadan baxanda bu düzgün deyil heyvan əti yemək. Niyə? Çünki biz öz tələbatımız üçün bir canlının həyatına son vermişik. Sırf özümüz üstündə bu narsisizm deyək, yoxsa egosentrizm deyək, bilmirəm. Sırf öz mənfəətimiz üçün bir canlının həyatına son vermiş oluruq. Bu etik çərçivədən baxanda bu düzgün deyil. Əxlaq fəlsəfəsinin təməlində özün üçün edilməsini istəmədiyin şok jale çay süzmək istəyir. Çünki ama versiyon Cavid bəyin prizmasından bu var. Yəni, həqiqətən də etikanın mərkəzi anlayışlarından birisi, bəlkə də birincisi, özünə edilməsini istəməyəcəyin bir şeyi etməmək. Cavid bəyin sonunu vegan görüyor. Cavid bəyin sonunu vegan görüyor. Amma vegan anlayış, yəni başqasına görə utanma, bunu edən başqasına görə utanma, daha ziyadə aid olduğu primata görə utanma, daha geniş mənada insanlığa görə utanma, digər insanlara görə utanma. Bəli, bu patoloji bir utanç hissidir. Və ya buna qarşı aqressivlik hiss etmək yeni formaya gəlir. Bu aqressiya, hücum etmə, yemə, qidalanma, başqa bir primat, başqa bir canlının hesabına qidalanma, enerjini onun üzərindən təmin etmə, insanın zabit parametrlərinə yad deyil. Amma nəzərə alsaq ki, insan tələbatı ortaya çıxanda səfərbər olan bir beyni olduğu kimi, yəni bir primat beyni var, məməli beyni var və eyni zamanda düşünən hissə dediyimiz prefrontal korteks var. Bu analiz edir, qənaətə gəlir, düşünür, müqayisə edir, planlama həyata keçirir. Yəni bu beyin bizi saxlamırsa, ki bu beyin böyük ölçüdə mədəniyyətlə əlaqəlidir, etik məsələlərlə əlaqəlidir, qadağalarla əlaqəlidir. Əgər bu bizi saxlamırsa, biz yenə ilkər, primitiv beyinə ilişmişik deyə bilərik bu mənada. Və bu bir tələbatdır, bu bir ehtiyacdır. Amma bu ehtiyac və tələbat ortaya çıxanda, deyək ki, biz bunu düşünmədən bu hissi davranışa keçiririksə, yəni bir heyvana zərər vermək üzərindən qidalanırsa, burada bəli, bir aqressivlik var. Buna görə günahkar hiss etmək ya da hiss etməmək, artıq konflikt burada çıxır böyük ehtimalı. Etika və zoraki davranış, etika və aqressivlik, etika və həzz arasında yaranır nevrotiklik. Sən bir heyvanın əti ilə qidalana bilərsən, sonra günahkar hiss edə bilərsən. Bu günahkarlıq nevrotik həddidir. Amma insanlardan bu cür qidalandıqları üçün utanç duymaq, bu artıq belə deyək də grandioz bir hissdir, yüksək, böyüklənməci bir hissdir və
daha geniş mənada xəstəlikli bir hissdir deyə bilərik. Sırf özün də o cinsə aid olduğun üçün. Bu biraz da məsələn çox əlçatan çox şeylərin olduğuna görə. Hər şey var deyə məsələn artıq kefindən sən başlayırsan bu şeyləri düşünməyə. Amma çətin vəziyyət olsa, bu aclıq dönəmi olsa, tutaq ki. Məsələn, təsəvvür elə ki, 3 gündür acsan, bir dənə deyək ki, xoruz tapırsan onu yeməyə, həmin anda sağ qalmaq instinkti sənə deyir ki, nə etika? O türklərdə bir sözləri deyir, Şimali Batılıların dərdlərini ithal ediyorsunuz. Yəni, dərdsizlikdən o gün özümüzdə dərd yaradır. Bəli. Bu ət yeməklə bağlı mən hesab edildiyi insani istimalı düşünürəm ki, dünya qurulandan bu ət yeyilirsə, bir şey niyə də dünya qurulandan varsa və indiyə kimi davam edirsə, bunun qarşısı da alınmırsa, demək ki, belə də olmalıdır. Bunu niyə sorulur? Bir də ki, axı heyvanlar düşünə bilmir. Mən düşünə bilən bir varlığı yeyirəm ki. Amma yaşama hüququ var. Bu şey yaşamaq var. Nə vaxtsa mən də belə, səbəblərin ətini baxabilir. Onda düşünə bilmən adamlardır. Onlardır. Siz dedim, məsələn var, deyirsiniz ki, dünya qurbandan bəri. Əslində insan ət yemək üçün təkamül olmuyor. İnsan mədəsi, insan ümumiyyətcə ilk dəfə təkamülləşəndə otun və otobur yaşıllıq yemək üçün təkamülləşir. İnsan mədəsi üçün bir təzminliyə biləcək gəlir. Buz dövründə hansı bitkiyə əlçatanlıq olmuyor, insan başlayırlar, heyvanlar kimi ət yemək. Bu nizamdır. Ət yemə adəti həmin o buz dövründən qalan bir adətdir. Çünki bugünkü gün bizim mədəmiz, məsələn, saydığınız götürülən tükanı, çiğnəməmiş atın mədəsi onu çiğnənməmiş həzm edir. Digər ət yiyən heyvanlar. Amma biz adicə bu boyda bir tükanı çiğnəməmiş mədəsi Birisi də demək, baxın, bugün ət yeməyən insanlarda yaranan o əskik tərəflər ki, əkləri də təsdiq edilir. Demək ki, bu bizim yaradılışımıza məxsus bir şeydir. Biz özümüzdən hoqqa çıxardıq. Belə bir şey var, belə bir teoriya var, bilmirəm, teoriyadır yoxsa reallıqdırmı? Yəni, pişmiş ət insan beyninin inkişafına təkan verir. Pişmiş əti yemək. Çiğ ət yox, amma da bilmirəm nə dərəcədə düzdür ki, insanın digər heyvanlardan, digər canlılardan daha çox inkişaf etməsinin səbəbidir əti pişirib yemək. Yəni biz çiğ yemək hardan ağlına gəlir? Bunu deyə bilərsiniz, çiğ yeyən deyə ağlına çıxdı. Yəqin ki, bu təkamüldə ilk şimşəyin düşməsi və heyvanların ilk dəfə Yanmış heyvanı yemək. yanmış heyvanı yemək. Yanmış heyvanın əti həm daha yumuşaq gələcək onlara, həm də bu yanğını süni yolla yaratmağı kəşf etdikdən sonra ya da artıq orada od kəşf olunursa o dövrə qədər artıq ovladıqları heyvanı bişirərək yemək ön plana çıxacaq. Yəni bu ilk qarşılaşma təsadüfdür, amma sonraki qarşılaşmalarda həmin o həzzi yaşadan obyekti, asıllıq kimi də həzzi yaşadan davranışı süni formada bilərəkdən ortaya çıxarıb yenidən eyni hissi yaşamaq adınadır. Və bu necə təsir edir nəsillərə? Epigenetika vasitəsilə təsir edir. Eyni zamanda davranışlar məsələsi. Məncə zehnin inkişafında tək başına təkan verici qüvvə ola bilməsə də pişmiş ət, amma böyük ölçüdə sınaq, səhvlər və yaxud da ki, artıq qruplaşma halında yaşama, bunların özü və qruplaşma halında ov etmə, qruplaşma halında belə deyək ki, hətta cənazə törənləri həyata keçirmə, bunların hamısının insan zehninə, insan düşüncəsinə, insan təsəvvürünün inkişafına önəmi vardır.
və elə bizdə mədəniyyət dediyimiz şey də bir mənada bu yaradır. O zaman biz digər tərəfdən mütləq ki, vampirliyi də araşdırmalıyıq. Sən Çiğət yeyilməsini də araşdırmalıyıq. nə maraqlı gəlir, bir dənə bəlgəsinə baxmışdım, orada bilmirəm, şərab edən heyvan idi. Ana uşaqları dünyaya gətirəndən sonra öz uşaqları üçün yemək çəkir. Bu mənə çox pis təsir verir. Bu ədalətsizlikdir, bu haqsızlıqdır. Sonra Şeydir onu o. belə düşünəndə, Suda olan Niyə elə ya, hə, əlmər oxşayan şey. Niyə elə üstümə salmışsınız? bilmirəm. Bu İşimiz lazım deyil. hər nəyisə bilmirəm. Balalar üçün qədri yem olur. Hə, balalar üçün yemək Bilmirəm, aslında niyə o onlar da tamam fikirləşdi ki, İnsanları həyatın içində özünün bir qanuna uyğunluqları var. Onların Yəni demək ki, ki, bunun nəslini davam etmək üçün bu vacibdir. Məsələn, şeylər, hörümçəklər var, qaralı hörümçək. Hə, öz Öldürülmüyor. Biraz ədalətsiz ya, amma Gəl bizim qanunumuza pişmiş ətrafı var, o demək deyil ki, onlarla düşürüz. Qanunlar onu tutur. Hər insanlar orada ən Müstəqillik yüksək qalqası sağ qalmaq. var. Yəni bütün o şeyləri həmin anda qatılır. Sağ qalma instinkti səni qoymur. Üzüksüz də. Yox, heç üzüksüz yox. Sən görür ki, sistem avtomatik görür ki, sən ac qalıb öləsən, ona görə ya əlinə keçəni yeməyə çalışır, ondan sonra adətən əməliyyat. Bəli, yəni bu primat beyni siqnalı verir aclıqla, susuzluqla bağlı. Səfərbər olan beyin funksiyası, orta beyin və yaxud da ki, məməlilərə aid beyin hissəsi sizi hərəkətə keçirir, aclığı doyurmaq, susuzluğu aradan qaldırmaqla bağlı. Necə o verməklə bağlı, necə su yeri axtarmaqla bağlı. Və bu zehin funksiyası prefrontal korteks, insan beyni də sizin üçün rahatlama və məmnuniyyəti təmin edir. Eyni zamanda rahatlama və məmnuniyyəti təmin etdiyi kimi, bir tərəfdən də sizin üçün təmin edə bilir gələcəyə dair narahatlığı və keçmişə dair kədəri. Utancın, günahkarlığın mərkəzi yeri məhz insan beynidir. Demək ki, bunu heyvanda olmadı. Yəni biz əslində Tez görkəyini giyir, amma bir insan bunu görmürük. Demək ki, bir istəyiyor bizi də, yəni bu heyvanlar üst səviyyə miyik, deyilmiyik, bunu deyə bilmərəm. Amma güman ki, biz həm heyvana aid beyin hissəsini, həm də insana aid beyin hissəsini istifadə edirik və dolayısıyla biz əslində psixoanalizdə aid olma və azadlıq, sahib olma və qorxu, vicdan və həzz konfliktləri arasında qaldıqda əslində beynin iki funksiyasına, iki tərəfinin, iki fərqli canlı növünə aid beynin özünün atışması, özünün konflikti arasında qalır. Yəni bu təkcə insanın ərköyüncə arzularıyla cəmiyyətin qəbul, mədəniyyətin sivil və yaxud da ki, sivil olmayan qaydalarının atışması deyil. Bu insanın ən dərində öz beyninin atışmasıdır. Bu daxili səs dediyimiz şey məhz burada ortaya çıxır. Bəzən biz günahlandıracaq obyektlərdən, sağlam olmaq, günahlandıracaq obyektlərdən, bizi utandıracaq insanlardan da uzaq düşmüş ola bilirik. Yəni, biz Azərbaycanda utanılacaq, günahkar hiss etdiriləcək şeylərdən, insanlardan uzaq düşmüş oluruq. Başqa bir məmləkətə köçüb getmiş oluruq. O məmləkətdə Azərbaycanda günah görülənlərin, utanc görülənlərin olmadığını düşünür. Bu insan həyatın ilk vaxtında böyük ölçüdə bu vəziyyətdən həzz alacaq. Buna görə özünü xoşbəxt hiss edəcək, özünü azad hiss edəcək. Amma bu davam edəcəkmi? Bu məmnuniyyət davam edəcəkmi sizcə? Yox, çünki adiləşməkdən ziyadə, çünki hiss aşağı düşdükdə, yəni artıq əvvəlki qədər belə özümüzü, necə deyim, nəfəs almış kimi hiss etmədikdə, hətta bu nəfəs alma hissinin, nəfəs dərmə hissinin bizim üçün
normanın bir parçasına, rutinin bir parçasına çevrildiyini gördükdə, ondan sonra ortaya çıxan şey düşünce olacak. Ve düşünceye büründükdə artık biz yaşadığımız ne olacak? Həmin bizə öyrədilər, nəyin utanılacaq, nəyin günahkar hissettirəcək olduğunu kim bilirdik? Bunun səsi. Bu səs bizə aid deyil, bu səs mədəniyyətin səsidir, bu səs ailənin səsidir. Və ortaya çıxmasının səbəbi ailənin şəxsi, ailənin başındakı şəxsi doyurma cəhdi və yaxud ölkənin başındakı şəxsləri doyurma cəhdi deyə bilərik. Dindarların, mümin olan insanların həmin o dini rəhbəri doyurma adına olan cəhdidir. Daha geniş mənada daxili səs və ya vicdan eyni deyil, amma bənzərlikləri var. Daxili səs bizi günahlandıracaq insanların, bizi utandıracaq insanların dünyada olmadığı, həyatda olmadığı, ən azından yanımızda olmadığı dövrlərdə, özümüzlə tək qaldığımız dövrdə bizi bir növ tənqid edən, bizi bir növ nədənsə qorumağa çalışan səsdir. Bu səs o vaxt ortadan qalxır ki, bizdə həzzin axtarışı və aqressiv davranış ön plana çıxır. Əgər hisslər sahib olmayla bağlı, əldə etməklə bağlı, fəth etməklə bağlı, həzlə bağlı, arzuyla bağlı, fantaziya, meyillər, maraq, işğal, üstün gəlmə, qalib olmayla bağlı hisslər düşüncəni bölürsə, dəyərləri bölürsə, doğru bildiyimiz şeyləri parçalayırsa, qarşımızdakı insanların kimliyini görməzdən gəlməyə səbəb olursa, artıq biz burada sərhəd vəziyyətə gəlmişik deyə bilərik. Sərhəd vəziyyət psixoz dediyimiz reallığın itməsi ilə nevroz dediyimiz özümüzün həzzimizi bastırmaq üzərindən, özümüzün arzumuzu bastırmaq üzərindən bir növ aid olma tələbatını həyata keçirdiyimiz. Yo. Soruşdum sizin burada. Mədəniyyətin ya da ki senzuranın tələblərini yerinə yetirməkdir. Vicdanlı insan mədəniyyətin və əslində qaydaların, normaların, etikanın, bu təkcə aid olduğumuz ölkənin mentaliteti ya da ki ata-anamızın aid olduğu dinin tələblərini yerinə yetirmək deyil. İntellektual məsələlər də ola bilər, fəlsəfi məsələlər də ola bilər. İnsanın doğru ilə bağlı ona öyrədilən şeyləri, hər nədirsə, bütün bunlar mədəniyyəti təşkil edir. Mədəniyyət rasionallıqdırmı? Görevçilik dediğimiz vəziyyətdirmi? Vətənpərvərlikdirmi? Dindarlıqdırmı? İntellektuallıqdırmı? Bunların hamısı mədəniyyətin fərqli parçalarıdır. İnsan özünü bir və ya bir neçə məktəbə aid hiss edə bilər. Və bu məktəbə aid hiss etmə onun tələbləri ilə özünün bəlkə də instinktiv tərəfinin, impulsiv tərəfinin arasında qalır, konflikt yaşayır, mədəniyyətin tələblərini seçir və öz hissləri ilə bağlı, arzusuyla bağlı, həzlə bağlı və aqressiya ilə bağlı bastırma eləyirsə, bunu bəzən sənət yolu ilə ifadə edir, bəzən ədəbiyyat yolu ilə ifadə edirsə, bunlar sağlam ifadə etmə formalarıdır. Bu zaman insan nevrotik vəziyyət yaşayır. Və eyni zamanda bunu təmin edən şey məhz utanc, günahkarlıq, səni günahlandıran, utandıran birisi olmadıqda isə daxili səsdir. Ulus Baker'in kitabı var orada, deyir ki, əxlaqiliyin təməl şərti azadlıqdır. İndi, mən utancdan azadam, günahkarlıqdır, günahdan azadam. Günahlandıracaq kimsə yoxdur,
utandıracaq heç kəs yoxdur. Amma biz o vaxt azad ola bilirik ki, bu səs də olmasın. Bu səs varsa, əvvəllər günahlandıran olubsa, məni olmasa belə başqalarını günahlandırıblarsa, başqalarının günahlandırılan davranışları etməsi qarşılığında günahkarlığa məhkum olduğunu görürəmsə, utandırıldığını görürəmsə, mən sadəcə özüm yaşayaraq bir şeylərin doğruluğunu və ya yanlışlığını öyrənə bilmərəm. Dolayısıyla mən başqalarının yaşadığından da öyrənən bir varlıq olduğu üçün nəyin doğru, nəyin yanlış, nəyin cəza, nəyin məhkumiyyət, nəyin daşqalaq edilməyə məruz qaldığını öyrənmiş birisi olaraq bu səsin hesabına müəyyən davranışları edəcəm ya da etməyəcəm, bastıracam. Sərhəd vəziyyətdə adətən bu səs ortadan qalxır. Bu kimi hisslər ortadan qalxır. Bunlar nə vaxt gəlir? Fəaliyyəti həyata keçirdikdən sonra. Özünə zərər vurmaq, başqasına zərər vurmaq, alkoqol qəbulunda yüksək miqdarlara qalxmaq, sürətlənmiş avtomobil idarəsi, insanı bir anda dəyərləşdirmə, bir anda dəyərsizləşdirmə, əvvəlki kimi zövq ala bilmədiyimi gördükdə, sırf o zövqü, sırf o hissi yaşamadığım üçün qarşımdakı insanla qopma kimi davranışlar, qarşımdakı insanı qüsuru olan, eyni zamanda müsbət tərəfləri olan bir insan olaraq görə bilməmək, münasibətlərimin başladığı kimi getməməsi, bir gün insana qarşı yüksək dəyər verib, digər gün insana qarşı soyulma, uzaqlaşma istəkləri ki var. Bunlar borderline diaqnozdur. Borderline bir də var struktur. Borderline strukturda adətən elə bu cür. Borderline struktur bir pozuntu deyil, amma bir şəxsiyyət strukturudur. Və bəli, sərhədindədir. Nevrotikliyin sərhədindədir, psixotikliyin sərhədindədir. Bu iki. Niyə? Çünki bir tərəfdən fəaliyyət həyata keçdikdən sonra, davadalaş düşdükdən sonra, insanlara yüksəldikdən sonra, insanları günahlandırdıqdan sonra ortaya çıxan günahkarlıq və utanç hissi var. Bəzən onu danlayan bir daxili səsi var, onu sabotaj edən bir səsi var, onu günahlandıran bir səsi var zehnində. Amma bu adətən kriz, böhran, impuls, affekt kimisindən emosiyanın primitiv və qismən inkişaf etmiş formaları ortadan qalxdıqdan sonra gələn bir vəziyyətdir. Nevrotiklik fəaliyyətdən sonra ortaya çıxır. Amma psixotik vəziyyət bənzər bir hal var. Yəni insanı parçasından bütünlüdür. İnsanlarda özünü uzaq tutma metodu var. Məcbursan eyni. Bir ata bilmirsən, tələbəndir. Eyni məkanın içindəsən və hər gün onu görürsən, amma qarşısını ala bilmirsən. Shift elə gəlir. Nevrotik insanlar əslində məncə hamı nevrotik. İnsanlığın 80%-ni təşkil edir bunlar. Şansı var və məhkəmə gəlsin. Allah yanlarsın. Allah yanlarsın. Birine göre bütün hamısını söyleyemeyen olmaz. İnsanlara İyilik məsələ dərsdə. Birisine çocuk deyir ki, siz niye böyle gülürsünüz, terbiyesiz istəyirəm. Qalib deyir, güldüğüne göre o insanı terbiyesiz, onun neşəsini qısqanır. Onun orada bir de dediğim uşağı kim götürür sana karşı terbiyesiz, kim terbiyesiz? Birinci başlığı. Akaldırma olur. Her gün her gün. Müəllime qarşı etik davranışı yoxdur. Uşaqlar qızışdı döysünlər. Hamısından böyükdür. Olsunlar döysünlər. Yox, olmaz ya. Direktor da beni çağırsın dezince söylüyor. Ben sinirliyim kadındır. Gəlin belə eləyək. Cüneyt. Ay Cüneyt. Bildi ki. Cüneyt, bax. Bu sənin şəxsi problemindir və ödənişdir. Sorun nəsin var mı? Yox.
Yox, sadəcə o insanlara qarşı tavır da, yəni nə sərhəd, nə bir şey. Sözsüz sərhədlər. Yəni Əvvəla burada dərsin çərçivələrini müəyyən edən, dərsdəki davranışı müəyyən edən şəxsin kim olduğunu xatırlatmaq. İkincisi, bu xatırlatma kifayət etmirsə və davranış təkrarlanırsa, bununla bağlı cavab verəcəyini və kimə cavab verəcək bunu dəqiqləşdirmək, necə cavab verəcək bunu dəqiqləşdirmək. Əgər insanlar onlar üçün konkret müəyyən edilmiş sərhədli dəfələrlə yoxlayırlarsa, bu özü nevrotik bir vəziyyət deyil. Bu nevrotik bir vəziyyət deyil. Nevrotik bir vəziyyət də, belə deyək də, siz başqalarının davranışlarını etika ilə dəyərləndirib, işin digər ucunda özünüz etik dəyərlərə uyğun olmayan hərəkətlər etmirsiniz. Sərhədli vəziyyətdir. Danışdığıyla insanın yaşadığı bir-biri ilə uyuşmursa, sakit, böhransız vəziyyətdə çox ali dəyərlərdən yaşayır. Özü bir hiss, bir impuls hiss etdikdə, öz dəyər verdiyini düşündüyü şeylərə tamamilə zidd davranırsa, konflikt bu qədər uclardadırsa sərhəd var. Və burada bəzən üzləşdirməli gedişat daha doğrudur. Əlbəttə xanım, siz digər uşaqların görüşünü tərbiyə və ya tərbiyəsizliklə əlaqələndirirsiniz. Tez, antitez. Siz özünüz də etika və dərsin tərbiyəvi çərçivələri ilə bağlı bu davranış normalarını pozur və ya ziddinə gedirsiniz. Bir araya topladıqda sanki damlamış olduğunuz, irad tutmuş olduğunuz şəxslərin elədiyi şeyi təkrarlayır kimi görünürsünüz. Və sərhədli vəziyyətdə çox təəssüf ki, biz üzləşdirmə həyata keçirmədən, davranışı şərh etmədən onlarla mübarizə deməyək də, diyaloq içərisinə girə bilmirik. Bu üzləşdirməni etdikdə adətən və təkrar etdikdə adətən əslində burada qaydanı pozanın, sərhədi zorlayanın özü olduğunu anlamış olur. Əslində bunda artıq sərhəd özüm olmuşam. Siz danışdıqca fikir verirəm ki, olanların prosesləri hansı sıralamayla etmişəm, etməmişəm. Hansını etmişəm, bir dəfə elə oldu ki, proseslərimi məktəbə getmədim. Sinifdə bir xaos olur. Yəni, mənəcə zəng üstünə ki, aynen, siz olanda olmur, siz olanda olmur. Siz deyirsiniz, o sərhəd, sən indi özün görürüm ki, o sərhəd məniymişim. Amma mən olmasaymışım, demək ki, o proses yenə baş verəcək. Yəni, o deyilənlər, edilənlər, təbliğlər heç bir boşdur. O insan, bir insanın başının üstündə biri durur, o şəxs durur da, Əzrail kimi durur. O varsa, var. O proses düzənlənir. Amma o yoxdursa, o proses olur. Deməli, sən onları beytərilmişsən. Və siz sabit qalmalısınız. Sabit. Yəni, nə şərt qoymusunuzsa, bu şəxslərin ehtiyac duyduqları birinci şey nəzərə alın ki, sabitlikdir. Sizin şəxs 5-10 gün, 5-10 dərs sakitləşdi deyə qaydaları yumuşatmaq qətiyyən olmaz. Düzəlib deyilmi getmək qətiyyən olmaz. Və şərtlər daimi eyni qalmalıdır. Boşaltmaq olmaz ipləri. Sabitlik onlara lazımdır, sizə. O sinifə yox, sizə yox. Ehtiyac duyduqları şey sabitlikdir. Çünki qorxduqları şey də dəyişkənlikdir. O yüzden eyni zamanda digər qrup üzvlərinin də əsas etibarilə ehtiyac duyulan məqam budur ki, necə başlayıblarsa o cür davam etsinlər ünsiyyətə. Və burada açıqcası inklüzivlik dediyimiz şeyin içində disorder dediyimiz 3D'nin bir parçası da pozuntu həddidir. Amma insanlar da bunu çəkməyə gəlin qəbul edib, məcbur deyirlər. Yəni, əgər adaptə olmaq istəyirsə bir şəxs, özündən başlamalıdır. Müəllim, özü daxili səs olmayan adamlar var. Əlbəttə. Və ya
Gec gəlir. Əksini deyək. Məsələn, tutaq ki, o vicdani hissini deyək ki, peşman eləməyə, utanmağa məcbur eləyən yox, əksinə o utanılacaq Yaxşı eləmişəm. yaxşı eləmişəm kimi deyən. Var. Elə şey Amma bu əslində bu da bir müdafiə mexanizmidir. Rasionallaşdırmağa çalışır, müdafiə yaratmağa çalışır. Yox, yəni mən zənn edirəm ki, insanda qorxu hissi varsa, mütləq ki, o daxili səsdə günahlandırıcı bir obraz var. Çünki əslində günahlandırmanın da, utancın da ən sonundakı məsələ qorxudur. Ən dibindəki məsələ qorxudur. Qəbul edilməmə, tək qalma, təbiət qarşısındakı acizlik qorxusu. Dolayısıyla o daxili səsdə düz eləmişəm, öz həyatımda özüm bilərəm, kimisindən ifadələrlə. Adamlar var üzr istəyirəm. Deyir mən 33 ildə Şeyx İslam'a məndə vicdanın nə olduğunu bilmirəm. O fəlsəfə olaraq düşünür. Görürsən o elə bir şey demək istəyir, bəs. Ya o başqa cür. Ben her de Elə böyle biz- düşünüyorum. Ya o elə bizim dediyimiz sözü. O başqa cür. Biz sağlık tapmak istedik, biz evimize gitmek istedik, Hmm. biz çayımızı içmek istedik. Sərhəd vəziyyətdə həzzin qələbəsi var. İmpulsiv olaraq ehtiyac ortaya çıxır ya da qorxu ortaya çıxır. Qorxunu aradan qaldırmaq ya da ehtiyacı ödəmək adına hissin təhriki ilə, hissin təşviqi ilə davranışa keçmək var və sonradan bəzən mədəniyyətin, günahkarlığın və ya utancın iç səsi ortaya çıxa bilir. Təməl fərq bundadır. Nevrotikdə düşüncə, həzzi, aqressivliyi, ümumiyyətlə hissi bölür. Çox düşünür, aranı daha aranı çox qatır. Vicdan hissi ön plandadır və o vicdan hissi olmamış bir şeyi düşünmək hesabına belə adamı cəzalandırır. Sərhəd vəziyyətdə hiss düşüncəni bölür. İnsanın dəyərləri, doğruları, mədəniyyətin normaları, digərlərinin sərhədləri nəzərə alınmadan ani ortaya çıxan hiss, gerçəkliyin özü, reallığın bundan sonraki davam edici forması olaraq davam edir, qavranılır və bu qavranılmanın da fonunda şəxs bir hissi, bir gerçəklik, bir həyat senarisi, bir talih, bir deyək ki, hekayənin davamı olaraq görə bildiyi üçün o anki davranışı və ya davranışsızlığı, nəyisə etməyi və ya etməməyi həmin hissin belə deyək ki, təhriki ilə həyata keçirir. Psixotik vəziyyətdə, daxili səsdə, günah da, utanc da patoloji formadadır. Bu şəxslər bütün bu hissləri, günahı, utancı, daxili səsi digər insanlardan fərqli yaşayırlar. Çünki siz də utanc hiss etdikdə ya da günahkar hiss etdikdə bunu hiss etdiyinizin şahidi sizsiniz. Yəni, məndə belə bir hiss var deyə bilirik. Mən bu məsələ ilə bağlı günahkar hiss edirəm deyə bilirik. Amma psixotik vəziyyətdə artıq insan nə edir? Bunu bir şey kimi yaşamır, bunu bir daxili təcrübə kimi yaşamır. Bunun xaricdə sübutları olur. Bunun digər insanlar tərəfindən müşahidə olunmayan sübutları olur. Burada insan başqa bir dünya yaradır, başqa bir günah etdiyi səhnələr yaradır. Burada insan başqa bir utandırılacaq səhnələr yaradır. Burada insan daxili səsi daha günahlandırıcı, daha özünü cəzalandırıcı, daha çox dağıdıcı ola bilir. Və bu başqaları ilə bağlı ola bilər, özü ilə bağlı ola bilər. Mən başqalarının əqidəmizə xəyanət etdiyini düşündüyüm üçün getdim onların evlərini yandırdım. Onların maşınının təkərini boşaltdım. Psixotik bir vəziyyətdir. Yəni, özünü konkret bir dinin təmsilində hiss etdiyin üçün, onu təmsil edən obraz olaraq gördüyün üçün, daha grandioz bir, belə deyək ki, vəzifə təyin olunmuş. Göylərdən bir vəzifə təyin olunmuş, hiss etdiyin üçün,
göylərdən gələn bir vəzifəniz var imiş kimi hiss etdiyiniz üçün nə edirsiniz? Çox sağ olun. Siz kimlərisə həmin o göydən gələn vəzifəni yerinə yetirmək adına cəzalandıra bilirsiniz. Aydın. Və ya bəzən oradan sizi cəzalandıran, sizi günahlandıran şeylər gələ bilir, tapşırıqlar gələ bilir. O tapşırıqlar gəldikdə bəzən insan özünü cəzalandırır, özünə zərər verir, fiziki olaraq zərər verir ya da ki özünü yaralaya bilir və bunu başqa biri edibmiş kimi ya da deyibmiş kimi, əmrmiş kimi qavraya bilir. Psixozlu vəziyyət şəxsin həyatda qalmağı təmin etmək adına qurduğu bir dünyadır. Başlanğıcda bu dünyanın qurulacağına dair mesajlar, təşviş, narahatlıq, hüzursuzluqla bağlı bir şey gələcək, amma nə gələcəyini bilmədiyi formada əsasən bədəndə və bir yerdə qala bilməməklə ortaya çıxa bilir. Sonra artıq həmin o qurulacaq olan düzənin sütunları atılır, səslər ortaya çıxır, bəzən görüntülər ortaya çıxır. Burada artıq şəxs üçün yeni dünya qurulmuş olur. Onun şərtləri var, onun normaları var, onun qadağaları var. Və biz artıq bu insanın bu dünyaya köçdüyünü o vaxt görürük ki, bu daxili səs də, günah da, utanc da, həzz də, hamısı o dünyanın qaydaları ilə formalaşır və şəxs kimlik bütövlüyünü, fiziki bütövlüyünü qorumaq adına psixoloji digərlərindən izoliyə olunmuş, başqa insanlar tərəfindən görülməyən, başqa insanlar tərəfindən eşidilməyən, başqa insanlar tərəfindən yaşanılmayan və təcrübə edilməyən başqa bir dünyaya özünü məhkum edir. Niyə? Çünki digərlərinin olduğu dünya artıq bu insan üçün təhlükəsiz deyil. Bu dünyada paranoyalar var. Paranoyanın funksiyası digər ucda hər şeyə nəzarət etməkdir. Qoy təhlükə olmasın, sən nəzarətdə qal. Divarlar keçilə bilir, qeybdən səslər gələ bilir, hər şeyi eşitmək, hər şeyi qulaq vasitəsilə mənimsəyib hazır olmalı. Divarların belə etibarsız olduğunu bilmək. Televizor mənə dair mesaj verə bilər, buna hazır olmaq. 2 nəfər danışır, mənə dair danışa bilər, buna hazır olmaq. Həyatın ortasında oturmuş söz təhlükədir. İnsan bir tərəfdən görünmək, haqqında danışılmaqdan qorxursa, digər tərəfdə heç danışılmamaq və heç görülməməkdən qorxur. İnsan bir tərəfdən var olmaqdan qorxursa, digər tərəfdən yavaş-yavaş əriyib yox olmaqdan qorxur. Psixozlu vəziyyətdə insan o dünyanı ona görə yaradır ki, digərlərinin dünyasında artıq yoxmuş kimi. Və orada yox olmaq qorxusu var, digər dünyada orada yox olmaq qorxusu var, digər dünyada isə deyək ki, var olmaq qorxusu yaşamış ola bilər. Çünki digər dünyadakı varlıq nəzarət edilə bilməyən, ümumi hər kəs açıq dünyadakı varlıq şəxs üçün təhlükəli. Bu dünyada isə hər şey paranoyalar vasitəsilə öz əlində, öz nəzarətində kimi gələ bilir. Gerçəklik incidici olduqda özümüz üçün dünyaları fərqli formada yarada bilirik. Fərqli hekayələr uydura bilir zeyn. Fərqli obrazlar yarada bilir zeyn. Fərqli kinolar vura bilir zeyn. Bunların hamısı insanın həyatda qalması üçün uydurulmuş şeylərdir. Bir yerdə utanç və günahkarlıq hiss edə bilərsiniz, şübhə duya bilərsiniz. Bu tərk edilmə şübhəsidirsə nə yaxşı. Amma bir tərəfdən də bütün dünyanın barmağını sizə tuşladığını hiss edib, hər şeyi təhlükə olaraq görərsinizsə, bu artıq başqa bir strukturun məsələsidir. Mənim utanç, günahkarlıq, daxili səslə bağlı danışacaqlarım bu qədər. Mənim danışdıqlarıma da çox da bənd olmayın, yer olmayın, göy olmayın.
Sualım var bəli. Buyurun. Məsələn, o biz bilirik ki, ən böyük iki dənə hiss var insan, nəinki insan, bütün canlılar üçün bir həyatda qalma, bir çoxalma. Yəni, Sevgi və qorxu da bunun əsas. belə deyək, bütün bizim orqanizmimiz həyatda qalmağa proqramlaşır. Ki bu da, bilmirəm, hormonal olaraq önemli bizim psixologiyamızda şeydir, qorxmaq, nə bilim, hündürlükdən qorxmaq və yaxud digər şeylərdə buna bənzər şey. Yəni, bu ola bilərmi ki, insan artıq bir nöqtədə artıq həyatdan bezir, yəni, heç bir həyatda qalmaq bütün instinkt olaraq zərrə qədər bunda qalmır da həyatda qalmaq istəyir, ölmək istəyir bana. Bunun, necə deyim, biyolojik olaraqmı bu insanda yaranır? Artıq bu insanın heç bədənində də şey yoxdur, həyatda qalmaq istəyir. Bədəni də həyatdan keçir, bezir. Yoxsa bu bədən buna qulaq asın, bədən hələ də bu şeyi davam etdirir. Əksinə, psixika bəzən həyatda qalmayla bağlı. Məsələn, panik pozuntuda. İzah budur ki, bədənsel simptomların şərh edilməsi fonunda şəxs həyatda qalmayla bağlı bir təhlükə yaşayır deyə, o şəxs bir növ panika epizodları yaşayır. Yəni, infarkt keçirəcəm deyə qorxu, infarkt keçirmə fonunda öləcəm deyə qorxur. Amma digər izah bundan ibarətdir. Bəzən də şəxs həqiqətən ölüb də canımı qurtarsam deyə istəyir. Psixika həyatda qalmaq instinktinin insana məxsus olduğunu bilir və şəxsin özünün özünü məhv etməyə aşiq bir vəziyyətə gəldiyini, bir əqrəb halına gəldiyini, özünün özünü öldürməyə məhkum olduğunu və özünü öldürməklə yaşamaqla bağlı qərarın bir tək özünə aid olduğunu hiss etdiyi üçün panika yaşayır. Bu özünü deyəsən öldürəcək panikası kimisindən. Məncə psixika qorumağa çalışır. Bədən çox vaxt bezir. Biyoloji olaraq insan çox vaxt bezir. Çox vaxt ölmək istəyə bilir. Bir də bu o həyatda qalma və çoxalma məsələsi, çoxalma hissi özü həyatda qalmadan o itmək qorxusundan yaranmış bir şey ki, mən özümdən sonra belə mənimcilər davam edəsin. Həm ona görə, həm daha rahatlığa görə, həm qruplaşma və hökm etməyə görə, güclü olmağa görə, artaraq güclü olmağa görə. Bəzi heyvanlar var ki, dişiləri, onlar heç öz balalarını görmürlər. Yumurtlayırlar, o balalar yumurtadan çıxana qədər özləri ölürlər, yəni. Qoymuş edilir. Yox, qoyub getməyin, ümumiyyətlə həyatdan... Spanın getdiyinə olacaq, o balalar çıxana kimi 10 metr ötəlikdə zaten. Bastırırsın. Amma bu instinktdir də. Şeylər, nədir, ilan balıqları. İlan balıqları kürü qoyub gedirlər, qayşan Birinə baxmaq lazımdır. Yəni onlarda da o davranışın da izahı mütləq ki vardır. Mən sadəcə heyvan davranışını izah edəcək bilgidə özümü hiss etmirəm. İnsan davranışını da izah edəcək bilgidə hiss etmirəm də. Amma yəni buradan heç olmasa bir-iki hərf bilirəm. Amma heç bir də bilmir, biraz elə yadında